Salam dəyərli müəllimlər. Növbəti izahatım sizlərə təlimdə öyrənmə və öyrətmə prosesinin təşkilində şagird yönümlü interaktiv təlimin təşkili olacaq. Əziz müəllimlər, bildiyiniz kimi artıq müasir dövrümüzdə təlim prosesində öyrətmə üsulları xeyli dərəcədə dəyişmişdir. Yəni artıq biz şagirdlərimizi ənənəvi təhsildə olduğu kimi parta arxasında səssizcə oturub, bu məlumatı qeyd edin, bu məlumatı öyrənin, bu məlumatı bizə əzbərçi danışın tipli öyrətmə üsulları artıq həyata keçirilmir. İndi bizdən əsas tələb olunan hissə nədir? Dərsin ilk başlanğıcında kurikulumun prinsiplərində qeyd etmişdim ki, ənənəvidən fərqli olaraq artıq öyrənmə və öyrətmə prosesinə münasibət dəyişmişdir. Yəni fikir mübadiləsində iştirak etmək, problem həll etmək, şagirdlərin müasir dövrümüzün marağına, nəticə yönümlülük prinsipinə, inteqrativlik prinsipinə riayət edərək dərslər qurmağımız və ən əsası bilik yönümlü yox, bacarıq yönümlü şagirdlər formalaşdırmamız bizdən tələb olunur. Bunun üçünsə həyata keçirdiyimiz öyrənmə üsulları interaktiv öyrənmə üsulları vasitəsilə həyata keçirilir. İnteraktiv təlim dedikdə qarşılıqlı əlaqə, fəaliyyət nəzərdə tutulur. Yəni yalnız müəllimin fəaliyyəti yox, burada qarşılıqlı vəhdət şəklində şagirdin də fəaliyyəti önəmlidir. Şagird pasiv şəkildə deyil, şagird aktiv şəkildə olmalıdır. Şagird özü araşdırmağa yönləndirməlidir. Bəs interaktiv öyrənmə hansı digər anlayışlarla əlaqəlidir? Elə ilin dərsin əvvəlində dediyimiz bir cümləni xatırladıram. Kurikulumun ən vacib prinsiplərindən biri şagirdlərin maraq, tələbat, ehtiyac və potensial imkanlarını nəzərə almamızdır. Yəni şagird yönümlülük prinsipi ilə, şagird yönümlü təlimlə əlaqədardır. Sorğu və araşdırma əsaslı, problem əsaslı təlimlə əlaqədardır, öyrənmə ilə əlaqədardır. Çünki interaktiv dərsin ən vacib üstünlüklərindən biri məsələ odur ki, uşaqlar aktiv iştirak etsin və sorğu, araşdırma, problemin həllinə yönəlmiş bir öyrənmə olsun. Ümumiyyətcə, əziz müəllimlər, biz sosial Vıqotski nəzəriyyəsində də bir çox nəzəriyyələrin məşhur sosial pedaqoqların dəyərli fikirləri var ki, öyrənmədə sosial adaptasiyanın, sosial mühitin rolu çox önəmlidir. Çünki sosial öyrənmə zamanı şagirdlər bir-biri ilə diskusiyada olurlar, bildiklərini, anladıqlarını bir-birinə öyrədirlər. Yəni səriştəli tədric bacarıqları formalaşır. Sosial inkişaf Vıqotskinin nəzəriyyəsində yaxın inkişaf zonası anlayışı var ki, biz bunu öyrənmişdik ki, deməli, birinci zonada şagird yalnız başınadır, heç bir fəaliyyət icra edə bilmir. İkinci zonada müəllim sadəcə olaraq onun əlindən tutur, müvəqqəti körpü rolunu oynayır. Yəni scaffolding edir. Üçüncü zonada isə artıq özü sərbəst şəkildə onu həyata keçirə bilir. Mən hətta sizə izahlarda belə bir bənzətmə vermişdim ki, birinci sinifə, məktəbə yeni gələn şagird düşünün. Onun ilk müəllimi çalışır ki, əlindən tutub qələmi necə tutmağı öyrənsin, amma ömür boyu onun əlindən tutub yazmır. Uşaq özü fəaliyyət icra edir. Və scaffolding tapşırıqları da hazır şəkildə məlumatı ötürmək deyil. Uşaqlara yalnız nümunə istiqamət verib, bunu daha geniş formatda biz sosial Vıqotski nəzəriyyəsində təhlil etmişdik. Aktiv öyrənmə ilə bağlı, interaktiv öyrənmə ilə bağlı deməli, qarşılıqlı əlaqə prosesi nəticəsində öyrənmənin daha üstün olduğuna bağlı, yəni müəlliflərdən biri olduğu üçün Vıqotskini burada xatırladırıq. Bununla yanaşı John Dewey, Jean-Jacques Rousseau, 21-ci əsrin məşhur mütəxəssislərindən Montessori, hansı ki, onlar da öyrənmə uyğun və anlamlı məzmunda olmalıdır fikrini müəllif edirlər və
araşdırma əsaslı öyrənmənin tərəfdarı olmuşlar. İnteraktiv öyrənmənin dövrümüz üçün, şagirdlərimiz üçün olduqca böyük faydaları var. Yəni şagirdlər aktiv öyrənmə anlamını inkişaf etdirir. Şagirdlərdə müstəqillik yaradır. Yəni daha çox çalışırlar ki, öyrəndikləri mövzu üzərində araşdırsınlar, özləri öyrənsinlər, bacarıq yönümlü sahələrə. Ən əsası şagirdlər imtahana hazırlaşan zaman öyrəndiklərini aktiv şəkildə bir-biri ilə yenidən nəzərdən keçirə bilirlər. Həm müəllimdə, həm şagird yoldaşları ilə qarşılıqlı əlaqədə olurlar. Qarşılıqlı əlaqə isə şagirdin passivliyinin qarşısını alır. Yəni əvvəlki kimi bilik yönümlü də məsələn müəyyən uşaqlar var ki, onlar yaddaşı zəif idi. İndi bir-birindən nəsə də öyrənə bilir. Yəni bunu belə özümüzünküləşdirək, bu cür yadda saxlayaq əziz müəllimlər. Bəs yaxşı, interaktiv dərs mühitinin yaradılması üçün lazım olan istiqamətlər nələrdir? Bu çox önəmlidir əziz müəllimlər. Biz müasir dövrün tələbinə uyğun olan kurikulum proqramından istifadə edən pedaqoqlar olaraq bu hissəyə xüsusi diqqət etməliyik. Yəni çalışmalıyıq ki, şagirdlərimizə düzgün interaktiv mühit formalaşdıraq. Şagirdlərimizi düzgün dərsə cəlb edək, həvəsləndirək, cavab verməyə, müzakirəyə həvəsləndirək. Yəni çalışaq ki, praktik yönümlü sahələrə, sualların verilməsinə yönləndirək. Şagirdlərin diqqətini çəkən, onları cavab verməyə sövq edən təlim vasitələrindən istifadə edək. İşçi qrup formalaşdıraq. Şagirdlərlə bərabər müəllimin də fəaliyyətinin cəlb olunması düzgün interaktiv mühitdə önəmlidir. Yəni yalnız deməli bu mühiti formalaşdıran biz olduğumuza görə biz çalışmalıyıq ki, bu fəaliyyətlərə çalışaq ki, özümüz də uşaqları düzgün şəkildə yönləndirək. Ümumiyyətcə, yalnız bu üsullar biz düşünməyək ki, şagirdlər üçün fayda olacaq. Eyni zamanda dövrün tələbinə uyğun müəllim üçün də məqsədə uyğundur. Yəni, məsələn, əvvəllər əzbərçi xarakterli biliklə uşaqlar nəyisə gəlib danışırdılar, gedirdilərsə, indi artıq müəllim materialı əzbərləmədən, bacarıq yolunda maraqlı üsullarla təqdim edərək uşaqlarda maraq yaradır və daha yaxşı şəkildə mövzunu mənimsəyirlər. Əziz müəllimlər, dərsə cəlb olunmaya keçməmişdən öncə dəyərli deməli pedaqoq Thomas Edisonun bir cümləsi ilə başlamaq istəyirəm. Burada kitabda da qeyd olunmuşdur. Deyir ki, ən zəif nöqtəmiz təslim olmağımızdır. Uğura aparan ən dəqiq yol daha bir dəfə cəhd etməkdir. Bəli, dövrümüzün şagirdlərində formalaşan ən deməli vacib və daha çox müşahidə olunan problemlərdən biri tez ruhdan düşməkdir. Biz müəllimlər, biz pedaqoqlar isə onlara deyirik ki, ruhdan düşmək yoxdur, uduzmaq yoxdur, məyus olmaq yoxdur, məyus olmaq yoxdur cümləsini uşaqlara necə formalaşdırırıq? Onları həvəsli, yüksək enerji ilə dərsə cəlb etməklə. Yəni, Thomas Edisonun bir cümləsinin dərin bir mənası var. Pedaqoq olaraq biz müəllimlər müasir dövrümüzdə uşaqlarımızın bilirik ki, gündəlik həyat tərzimiz, baş verən problemlərimiz uşaqların da dünya görüşünün, həyata baxış açısına təsir göstərir. Məsələn, adi texnologiyada bilirsiniz ki, artıq yüksək şəkildə dəyişikliklər var. Hər hansı bir negativ yönümlü sosial şəbəkədən götürülən bir çox problemlər var ki, uşaqlarımızda müəyyən problemlər, yəni mühitə uyğun. Biz isə müəllim olaraq çalışmalıyıq ki, düzgün mühit formalaşdıraq. Cəlb olunma isə əziz müəllimlər ən başlıcadır. Dərsin başlanğıcı maraq oyatmaq. Yəni çalışmalıyıq ki, şagirdlərimizə dərsin başlanğıcında bu dərsdən nə götürəcəyini onlara elə tərzdə çatdırmalıyıq ki, yəni sanki onları motivasiya edərək dərsin əvvəlində cəlb etməni düzgün qurmalıyıq ki, şagirdlərimiz fəal şəkildə dərs boyu iştirak etsinlər. Bunun üçün isə bir çox üsullardan, bir çox texnikalardan istifadə edə bilərik. Məsələn, problem qoyuruq, onu araşdırırlar. Maraqlı başlanğıclar üçün maraqlı hər hansı bir faktı, sitatı, crossworddan istifadə edə bilərik. Maraqlı proaktiv xarakterli suallar təqdim edə bilərik. Hər hansı bir təsvir vasitələrindən, vizual alətlərdən istifadə edə bilərik. Yaxud da ki, öz şəxsi təcrübəmizə əsaslanan maraqlı bir hekayələr danışa bilərik. Musiqidən, məsələn, istifadə edə bilərik. Buz qıran strategiyalarından istifadə edə bilərik. Bilirik ki,
Buzqıran strategiyalar müəllimin şagirdi tanıması üçün çox əlverişlidir. İnteraktiv buzqıran strategiyalarının tədrisdə əhəmiyyəti çox böyükdür. Qeyd edim ki, bununla bağlı inşallah gələcək mövzularımızda daha ətraflı keçəcəyik. Yəni sadəcə qısaca olaraq deyirəm ki, adından da gördüyünüz buzlar qırılır. Bu da cəlb olunmada önəmlidir. Dərsin məqsədinin müəyyənləşdirilməsi. Yəni dərsin ümumiyyətcə düzgün skafoldingdə biz Vygotsky nəzəriyyəsini keçəndə də qeyd etmişdik ki, dərsin məqsədinin təlim nəticəsinin əvvəlcədən bildirilməsi, hətta qiymətləndirmə meyarlarında bildirilməsi şagirdlər üçün düzgün yəni skafoldingdir. Çünki uşaqlar əvvəlcədən nə öyrəndiklərini biləndə daha maraqlı dərsdə iştirak edirlər. Texnologiyadan istifadə, hər hansı bir hərəkətlərdən istifadə edə bilərik. Məsələn, mövzu ilə bağlı əvvəlki dərsə əlaqə yarada bilərik. Həvəsə gətirəcək suallar, həvəslə yanaşın. Uşaqları həvəsləndirmək üçün sanki siz enerji yüksək olsa, uşaqlara o ötürücülük də yüksək olur. Əyani vasitələr, hər hansı bir hekayə oxumaq, bu isə təbii ki, hər birimiz burada bunun heç birini yadda saxlamalı, yaxud ki, əzbərləməli deyil əzbərlər. Sadəcə olaraq oxuyuruq dərindən, oxumasaz belə video baxırıq, məntiqi cəhətdən düşünürük ki, hə, bunlar olmalıdır. Verilən situasiyalar isə konkret olaraq demir ki, burada bu əvvəlki dərslə əlaqədir. Sadəcə olaraq geniş bir situasiya verir və bizi oradan aydın oluruq ki, bu cəlb etməyə aiddir. Yəni çox asandır. Heç birini əzbərləmirik. Sadəcə olaraq oxuyuruq, yadda saxlayırıq ki, hə, bunları etsəm dərsə cəlb olunacaq. Bəs yaxşı, sonda uşaqlarımı necə yoxlayacağam? Bu isə refleksiyadır müəllimlər. Yəni görüm mənimsədimi dərsimi. Burada isə çox dəyərli bizim pedaqoqumuzun, filosofumuzun Edmund Burke'nin deməli refleksiya etmədən öyrənmək qidanı çeynəmədən yemək kimidir. Yəni oxuduğun bir mövzunu anlayıb anlamadığını yoxlamağın çox önəmlidir. Bunun üçün isə nə üçün, necə suallarına cavab axtarırıq, şagirdlərə nə etməli olduğunu müəllimlər diqqət etsək bir çox bizim dərsliklərimizdə öyrəndiklərinizi yoxlayın, öyrəndiklərinizi tətbiq edin kimi tapşırıqlar var. Bax, bunlar refleksiya mərhələsinə, yaxud da ki 3-2-1 strategiyalarından istifadə edirik. İndi gəlin baxaq görə başqa hansı strategiyalardan edərək refleksiyanı uşaqlarda möhkəmləndirə bilərik. Əzizlər, məsələn, şəxsi jurnallar. Qeyd edirəm ki, bunların adını yadda saxlasaq məntiqdən daha yaxşı olar. Çünki situativ yox, bəzən də nazirlik. Siz kurikulum elə bir sistemdir ki, bilmirik orada imtahanı necə düşə bilər. Ona görə ki, məntiqdən xahiş edirəm, yadda saxlayarsınız bu hissələri. Bu da çox asandır. Şəxsi jurnalı nə yazacaq? Məsələn, müntəzəm şəkildə öz fəaliyyətini yazacaq. Məsələn, özünü qiymətləndirəcək, nəyi necə etdiyini, sahib olduqlarını müqayisə edəcək. Müzakirə danışacaq. Məsələn, müzakirə yolu ilə zaman başa düşəcək ki, məsələn, özləri üçün nə nəticə çıxarıb, əsas məqsəd nədir və s. Müsahibə də onu kimi, sorğu da onu kimi, sorğular vasitəsilə sonda nəyi bir çox suallar veririk və bununla məlum olur ki, necə mənimsəyib dərsi. Cümlə kökləri adətən bizim tapşırıqlarımızda var, yaxud da ki, testlərimizdə var əzmənlər. Məsələn, bir hissəni verir, digər hissəni istəyir ki, uşaq özü tamamlasın. Təbii ki, əsas hissə, asan hissələr yoxdur. Bu artıq məlum olur ki, nəyi başa düşüb, yəni refleksiya edib etməyib. Refleksiyanı qiymətləndirmə hissə ilə də oxşarlaşdıra bilərik, sinonimləşdirə bilərik. Çünki özünü qiymətləndirir, sanki görüm oxuduğum mövzudan nə nəticə çıxarmışam. Özünü qiymətləndirmə isə şagirdin özünü qiymətləndirmə rubrikindən istifadə olunur. Bu barədə daha geniş şəkildə məlumat verəcəm. Burada isə şagirdin metakognitiv biliyi və özünü dərk etməsi ən vacibdir. Sonra maraqlı üsullarımızdan biri çıxış bileti və 3-2-1-dir ki, deməli biz bunu refleksiya mərhələsində istifadə edirik. Əzmənlər, gündəlik olaraq çıxış biletindən istifadə refleksiyanın ən önəmli strategiyalarından biridir. Çıxış bileti nə deməkdir? Çıxış bileti 3-2-1 strategiyasına uyğun şəkildə formalaşdırılır. Deməli, mətni keçdik, mətni oxuyandan sonra uşağa deyirik ki, 3 məsələni, sənə maraqlı olan 2 məsələni, hələ də anlamadığın, yəni sualı olan bir məsələni qeyd etsin. Bu zaman uşaq öyrəndiyini möhkəmlətmiş olur. Həm də müəllim şagirdin gələcək fəaliyyəti irəliləyişi haqqında məlumatlı olmuş olur. Ümumiyyətcə, gəlin belə bir cümlə ilə bu hissəni yekunlaşdıraq. Motivasiya dərsin başlanğıcı idisə, dərsin sonu, yekunu refleksiya. Yəni, başlanğıcı yaratdıq, refleksiyada isə uşaqlarımızı yoxlayırıq.
yoxladıq. Sual-cavab prosesi də çox önəmlidir. Sual vermək təbii, intuitiv və idraki bir prosesdir. Yəni sual-cavab dərsin ən vacib hissəsidir. Çünki biz çalışmalıyıq ki, sual-cavab prosesini effektiv təşkil edir. Çünki onun effektiv təşkil olmasının tədrisdə çox böyük əhəmiyyəti var. Ümumiyyətcə, sual-cavab öyrənmə və öyrətmə prosesinin əsasını təşkil edir və bir çox məqsədlər üçün istifadə olunur. Məsələn, şagirdi dərsə cəlb edir, şagird öyrənməni qiymətləndirir, yaddaş və anlamanı yoxlayır, şagirdin müəyyən bir mövzu ətrafında fikir və baxışlarını öyrənirik, şagirdlərə fikirlərini digər şagird yoldaşları ilə bölüşmə imkanı yaradırıq, şagirdlərimizi yaradıcı, innovativ düşünməyə çağırırıq, birgə öyrənmədə, yuxarı təfəkkür səviyyəsinin inkişafında, eyni zamanda şagirdlərin mülahizə və fikir formalaşdırılmasında çox böyük önəmlidir. Bəs biz müəllimlər bunu necə təşkil etməliyik? Təbii ki, ən vacib isə sual vermə mədəniyyəti formalaşdırmalıyıq. Dərsin əvvəlində sual vermənin vacibliyini uşaqlara elə bir tərbiyə edirik. Yaxud da ki, deməli, sinifdə elə bir mühit formalaşdırmaq ki, şagird sual verməkdən çəkinməsin. Yəni, onu sərbəstlik formalaşdırmalıyıq. Sualı əvvəlcədən hazırlamalıyıq ki, vaxt itkisi olmasın, planlaşdırma zamanı məqsədə uyğun suallar, uşaqların bilik bacarığına uyğun şəkildə suallar hazırlamalıyıq. Yəni, Bloom taksonomiyasına uyğun şəkildə hazırlamalıyıq. Yuxarı təfəkkür, yəni aşağı təfəkkür. Çünki sinifdə hamı bərabər deyil. Müxtəlif suallardan istifadə edib, bunun üçün açıq və qapalı suallardan əzmənlər. Qapalı suallar bildiyimiz kimi limitsiz sayda konkret cavabı olan fikir və münasibət burada bildirilmir. Bəli, xeyir tipli suallara sayda cavabı, yaxud da ki, limitli cavabı. Amma açıq suallar isə konkret olaraq bir cavabı olmur. Sualın cavablandırmasına bağlı şəxsi fikir yanaşmaları olur. Əgər, nə üçün, necə, təsvir et, bu haqda danış. Bəzən açıq suallarda müzakirə etmək üçün onun tərkibində qısa qapalı sual da olur. Bu bizi çaşdırmır. Əsas orada baxırıq ki, yəni qapalı tipli sualdan fərqli olaraq burada artıq öz düşüncəni, ona görə də bizə motivasiyada adətən deyirlər ki, açıq tipli, yaxud da ki, müəyyən mərhələdə uşaqlardan açıq tipli suallar veririk ki, bu zaman uşaqlar özləri sanki araşdırma xarakterli olur. Sonra gözləmə vaxtının verilməsi önəmlidir. Çünki sual-cavabda şagirdlər aktivliyinə təsir göstərən maraqlı və önəmli faktorlardan biridir. Çünki müəllim sualı səsləndirən zaman uşaqların sualı cavablandırması bir müddət olmalıdır ki, yəni sinifdə bir orta hesabla bu 1-3 saniyə, yəni müəllim sualı verdikdən sonra cavablandırmaq üçün bütün sinifə eyni gözləmə müddəti vermir. Və nəticədə sualı tez başa düşən, informasiyanı daha tez bilən, əlini qaldırandır. Ona görə də sinifdə biz elə eləməliyik ki, eyni tipli şagirdlər iştirak etməsin. Yəni, belə deyim də loru dillə. Tutaq ki, Aytaç müəllim sual verir, hamıdan birinci Aysel qaldırır, deyir. Amma Aytaç müəllim deyir ki, uşaqlar, sualı dinləyin, cavabı bilən tez əl qaldırmasın, bu qədər vaxtınız var, bu qədərdən sonra cavab verəcəksiniz. Bunu müəllimlər bir dəfə yox, bir neçə dəfə eləyirik, öyrədirik, sonra uşaqlarda avtomatik olaraq bu formalaşır. Çünki sakitlik də yaranır da sinifdə. Aydın oldu yəqin ki, çünki hamı eyni deyil. Şagirdlərin bir-birinə sual verməsinin təşviq çox önəmlidir. Mahiyyət etibarilə eynidir, xüsusi bir izah tələb eləmir. Yəni çalışmalıyıq ki, bir-birinə sual versinlər, həvəsləndirməliyik. Formativ qiymətləndirmə üçün suallardan, yəni gündəlik qiymətləndirmə üçün suallardan istifadə çox vacibdir. Çünki uşaqların necə dərsə hazırlıqlı olduğunu yoxlamalıyıq. Yaxud da ki, nə problemi var, nə inkişaf etdirməliyəm, nə ehtiyac var, onları bilməliyik. Müəllimlər ən önəmlisi də konstruktiv rəy, pozitiv rəylərdir. Yəni uşaqlara gələcəyə yönəmli rəylər veririk. Yəni, uşaq bilsin ki, müəllim onu danlamır, onun müsbət xüsusiyyətlərini vurğulayır və nəyə aradan qaldırmalıdır, onu çatdırır. Ona görə də biz müəllimlər sualların cavablandırmasını müxtəlif strategiyalardan istifadə etməliyik. Deməli, əzmənlər, müəllim sualların cavablandırmasını müxtəlif strategiyalardan istifadə edə bilər.
Məsələn, ümumiyyətcə biz bilirik ki, bəzən şagird sual verəndən sonra vaxt məsələn azdırsa, müəllim məcbur olub sualın cavabını verir. Amma əslində çalışmaq lazımdır ki, şagirdlər arasında ünsiyyəti artırmaq məqsədi ilə şagird yönümlü təlimi yəni qabağa çəkməliyik. Yəni çalışmalıyıq ki, şagirdin sualın cavablandırılması bütün sinifə yönləndirilsin. Tutaq ki, bir şagird bir sual verir, müəllim onun cavabını verməklə orada uğurlu nəticə əldə etmək olmur. Nəinki onu bütün sinifə yönləndirib, o sualın cavabını başqa uşaqlar da düşünməsi çox önəmlidir. Uşaq sualı səsləndirərkən digər bir üsul deyək, həmin sualın cavablandırılmasına nail olmaq. Məsələn, təbii ki, burada sual olduğu üçün deməli şəkildə şagirdə geri verilmir. Yəni çünki şagird onsuz da cavabı bilmədiyi üçün onu səsləndirir. Yəni belə deyim də, mən bu şagirdim bu sualın cavabını bilmir. Çünki yəni o sualın cavabını bilmədiyi üçün onu verir. Amma burada əsas önəmli olan hissə nədir? Şagirdi suala cavab tapması üçün səmərəli yönləndirmək. Bu mənim ən çox istifadə etdiyim sualdır. Ta ki, Aysel obrazından bugünkü izahımıza başladı ona da. Ta ki, Aysel mənə sual verir. Əslində mən bilirəm ki, Ayselin potensialı yaxşıdır da. Mən onun konkret cavabını vermirəm. Çalışıram ki, ona istiqamət verim və özü bəzən ondan çıxış yolu tapa bilir. Yəni daha asan bir başqa sual verərkən öz sualın cavabını özünün tapmasına şərait yaradıram. Yaxud da ki, şagirdlərimdən hər hansı biri dərsdən sonra birgə müzakirə ilə bağlı cavab tapmalarını və sonra müəllimlə yoxlamalarını istəyirəm. Deyirəm ki, dərs qutarsın, sonra bir yerdə taparıq, bir yerdə araşdırarıq. Yaxud da ki, sualı verən şagirdə birbaşa cavab vermirəm, eyni mənaya gəlir. Sadəcə olaraq burada bircə istiqamət fərqlidir. Özü tapmaq yox. Deyirəm ki, get filan kitabdan axtar, filan yerdən axtar. Yəni resursa yönləndirirəm. Deməli, əzizimlər, əgər sual hazırki mövzu ilə əlaqəli deyilsə, onun cavabını tapması müəyyən vaxtıdır, təxirə salmaq olar. Amma təbii ki, ona mütləq geri qayıtmalıyıq. Çünki şagirdlərimizdə güvənsizlik formalaşa bilər, müəllimlə bağlı. Yaxud da ki, mənbəsini deyə bilərəm, yenə resursa yönləndirə bilərəm. Deməli, biz çalışmalıyıq ki, sual-cavab prosesini, bax bu dediklərimizə deməli, riayət edərək etmək. Çünki müəllim nüfuzunu aşağı salmaq, onu şagirdin gözündə etibarsızlaşdırmaq kimi bir çox şagirdlər var ki, məsələn, hər hansı bir sualın cavabını bilmirik. Məsələn, bəzən uşaqlar var da, deyir ki, bu falan şey nədir? Yəni, bunu da müəllim tutaq ki, bilmir. Məsələn, müəllim özü sualın cavabını bilmir. Nə etməlidir? Mən bilmirəmmi deməliyəm, yoxsa növbəti dəfə bunu izah edirəm. Mən sizə bir şey deyim. Əvvəllər deyirdik ki, biz uşaqların fikrini yayındırırıq. Deyirik ki, mən sənə bunu zəngi az qalıb, mən sənə bunu daha ətraflı növbəti dəfə izah eləyəcəm. Amma indi bizdə yanaşma fərqlidir. Çünki indiki uşaqlar artıq başa düşürlər ki, müəllim robot deyil, robot başqadır. O robotu yaradanlar var. Yəni ona həmin uşağa deyə bilərik ki, əziz şagirdim, bu sualın cavabını hələ bilmədiyimi, dərsdən sonra sənin üçün bunu daha geniş araşdırıb növbəti dəfə deməli çatdıracağam. Bu bizim müəllimliyi etibarsızlaşdırmaq kimi görünsə də, amma əslində şagirdlərə heç də bir şey bilməməyimizin mümkün olmadığını, daim axtarışda olduğumuzu sübut etməyimizdir. Yəni burada bu hissələrə xüsusi diqqət yetiririk. Ola bilsin ki, müsahibədə bu tip bir suallar verilsə, bizdən yəni görülən cavab odur ki, müəllim araşdırıcı olmalıdır, müəllim öyrəndiyini göstərməlidir, sinifdə ömür boyu öyrənmə nümunəsi olduğunu şagirdlərə çatdırmalıdır. Əziz müəllimlər, interaktiv dərsdə müzakirə prosesinin təşkili çox önəmlidir. Bunu da Vygotsky nəzəriyyəsinə əlaqələndirsək, ünsiyyətin faktoru çox önəmlidir. Burada bizim diqqət etməli olduğumuz məqamlar nədir? Sinif müzakirələri bildiyimiz kimi bəzən xaotik yaxud da ki, qeyri-məhsuldar bir neçə prinsiplər əməl etmək lazımdır. Burada lazımdır ki, qaydaları həyata keçirməliyik və müzakirə qaydalarını bir neçə nümunələr göstərə bilərik. Məsələn, müzakirə qaydalarında bir-birinizə fikrinə hörmətlə yanaşın, başqalarının dediklərini dinləyin, refleksiya edin, müzakirəni qarşı tərəfin dedikləri üzərində qurun, bir-birinizi dəstəkləyin, cəlb edin, anlamadığınızı sual verin, razılığa gəlməyə çalışın, sakit danışmağa üstünlük verin, sinif müzakirələrində hamının bərabər dərəcədə söz demək haqqı olduğunu formalaşdırın.
Bunun üçün isə bir çox üsullardan istifadə edə bilərik. Bu isə təbii ki, bizim öz yaradıcılığımıza əsaslanır, hansı üsuldan istifadə etməyimiz. Məsələn, Sokrat dialoqu, dəyirmi masa və s. Bildiyiniz kimi Sokrat dialoqu, dəyirmi masa çox önəmli bir ziqzaq yaxud da ki, sinektika kimi üsullardan istifadə edə bilərik. Bu qaydalarda həyata keçirsək, şagirdlərdə müzakirə bacarığı və mədəniyyəti formalaşdırmaq üçün önəmli hissədir. Burada isə onları formalaşdırmaq üçün hər şey bir-birinə zəncirvara əlaqəlidir. Burada isə biz fəal dinləyici olmağı formalaşdırmalıyıq. Bəs fəal dinləyici nədir? Şagirdlərdə müzakirə bacarığı və mədəniyyəti formalaşdırmaq üçün fəal dinləyici olmaq üçün nə etməliyik? İnformasiyanı əldə etməliyik, informasiyanı anlamalıyıq, öyrətməliyik. Bunlar üçün fəal dinləyici olmaq önəmlidir. Əzmən, biz dərs danışırıq. Deməli, çalışmalıyıq ki, uşaqlara bunu formalaşdıraq ki, diqqətinizi mənə yönləndirin, göz təması qurun. Yəni, çalışın ki, fikriniz məndə olsun. Dinləməni nümayiş etdirmək üçün arada bir jest, mimika, bəli, xeyr kimi cümlələrdən istifadə edin. Arada bir rəyi bildirin. Sonra danışan sözünü kəsməyin. Bu, yalnız müəllimə yox da, eyni zamanda bir-birinə qarşı bu formalaşdırmalıdır. Cavab vermək mədəniyyəti formalaşdırın, empatiya nümayiş etdirin. Əziz müəllimlər, bu çox önəmli hissədir. Çünki sinifdə xaotik səs-küy, yaxud da ki, sinifdə normal bir ortam yaratmaq istəyirsə, fəal dinləyici olmaq mədəniyyətini uşaqlarımıza formalaşdırmaq. Daha sonrası interaktiv dərsdə əməkdaşlıq önəmlidir. Gördüyünüz kimi burada şəkildə də əməkdaşlığın üstünlüyünü göstərir. Vygotsky'də də biz onu demişik, Banduranın sosial öyrənmə nəzəriyyəsində də. Ümumiyyətcə, bu yanaşmalarda öyrənmənin qarşılıqlı olduğunu çox xüsusi vurğuluyurlar əziz müəllimlər. Hamısı məna etibarilə eyni gəlir. Burada biz çalışmalıyıq ki, qrup işlərinə üstünlük verək. Qrup işlərində bildiyiniz kimi cütlərlə iş istər olsun, qrup işlərində əməkdaşlıq önəmlidir. Bunun üçün isə qrupların sayında, şagirdlərin sayını optimal etməliyik. Homogen və heterogen qruplardan istifadə etməliyik. Ümumiyyətcə, tədqiqatlar da göstərir ki, əməkdaşlıq üçün qrupların 3-5 nəfərdən ibarət olması effektli. Çünki orada daha yaxşı qarşılıqlı öyrənmə olur. Deməli, çalışmalıyıq ki, müxtəliflik qeyd edilmiş kimi homogen və heterogen qruplarda, yəni müxtəliflik qorunmalıdır. Səriştə bacarıq cəhətdən, akademik cəhətdən, yəni sırf akademik xüsusiyyətləri nəzərə almamalıyıq. Bu zaman deməli çalışmalıyıq ki, müxtəliflik nəzərə alınsın. Çünki effektiv əməkdaşlıq şəraitində öyrənmək uşaqlarda təlim nəticələrini, aşağı təlim nəticələri göstərən uşaqların aradan. Çünki düşünün ki, qrupda məsələn bir-birinə nəsə öyrənirlər. Gözlənilən təlim nəticələrinə uyğun da qiymətləndirmə həyata keçirməliyik. Bu isə əməkdaşlıqda çox önəmlidir. Bəs rubriklərdən istifadə etməliyik də, deməli müəllim. Bəs rubrik nədir? Əziz müəllimlər, biz qiymətləndirmə hissəsində bu barədə daha geniş şəkildə müzakirə edəcəyik. Deməli, biz əvvəlki qiymətləndirmədən fərqli olaraq müasir qiymətləndirmədə artıq rubriklərdən analitik rubriklər var, holistik rubriklər var. Məsələn, əvvəllər 2 aldın, 3 aldın, kafi oturdu deyildik. İndi artıq uşaqların bir çox elə bir analiz edirik də. Məsələn, holistik var, sürətlidir, orada müəyyən meyarlar təşkil edilir, ona uyğun uşaqlar. Bir də var, analitik var, orada rubriklərin sayı çox olur. Məsələn, əməkdaşlığa da üstünlük veririk ki, məsələn, əməkdaşlıq tipli rubriklərin qiymətləndirilməsi. Çalışmalıyıq ki, digər, yəni bu çox önəmli hissədir. Çünki bəzən uşaqlar qrupla iş zamanı, tutaq ki, müəllim yoxlayır uşaqları, baxır ki, bir qrupda ancaq bir nəfər aktivdir, amma digər qrupda əməkdaşlıq yüksəkdir. Bax, bunu nəzərdə tutur. Ona görə də əməkdaşlığa yönəlmiş öyrənmə məzmunu müəyyənləşdirərsən seçici davranmalıyıq. Yəni, problemin qoyuluşu şagirdlər üçün mümkün qədər cəlb edici olmalıdır. Ümumiyyətcə, çalışmaq lazımdır ki, şagirdləri öyrənmə prosesinə cəlb edərkən rəqabətə əsaslanaraq, yəni burada sağlam rəqabət formalaşdırmalıyıq əziz müəllimlər. Və bəzən müəyyən hallar var ki, müəllimlər əməkdaşlıq tələb edən fəaliyyətlərdən qaçırlar. Çünki səs-küy yaradır, amma çox vaxt aparır, yaxud da ki, materialın tam mənimsənilməsinə təsir göstərir. Amma əslində burada bir məqamı unudur ki, müəllimlər, daha çox informasiya, daha yaxşı öyrənmə demək deyil. Biliklərin yadda saxlanılması ilə bağlı tədqiqatlarda da deyildiyi kimi, fərdlər eşitdiyi informasiyanın
90%-ni bir ay ərzində unudurlar. Ona görə də onu praktikaya çevirmək, onlar qısa müddətdə daha çox informasiyanı məruz qalmaqdansa daha seçici davranıb, daha dərindən mənimsəməyə, daha konseptual bilə çevrilməsinə şərait yaradır. Ona görə də biliklərin möhkəmləndirilməsinin ən vacib üstünlüklərindən biri də deməli daha yaxşı şəkildə qarşılıqlı eləmədir. Hətta biz gələcək dərslərimizdə Edgar Tel piramidasında öyrənəcəyik ki, ən yaxşı öyrənmə, qavrama faizi kiməsə nəyisə öyrətmək, kimləsə əlaqədə diskusiyada olarkən öyrənmədir. Ona görə də əziz müəllimlər, əməkdaşlığa yönəlmiş öyrənmənin qeyd olunan bütün tələblərini nəzərə alaraq şagirdlərə müsbət təsirlər həyata keçiririk. Hansı müsbət təsirlərdir? Yuxarı təfəkkür səviyyəsi, şifahi ünsiyyət, özünü idarə etmə, liderlik bacarığı inkişaf edəcək, şagird-müəllim, şagird-şagird qarşılıqlı fəaliyyətinə təşviq olunacaq, şagirdlərin özünə güvən, məsuliyyəti artacaq, müxtəlif mövqelərlə tanış olma, düşüncəsinin inkişafına səbəb olacaq, sosiallıq, real həyatı bacarıqlar qazanacaq. Deməli, bu hissələr əməkdaşlığa yönəlmiş, əməkdaşlıq əsasında qurulmuş interaktiv təlimin üstünlüyüdür. Diqqətinizə görə